Salam, 21 dekabr 2025-ci ildə uğur kurslarında keçirilən buraxılış imtahanı 2 10 siniflər üçün nəzərdə tutulmuş riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız ifadəni görürük, sadələşdirmək istəyir. Biz burada ədədləri yanaşı, eyni dəyişənləri də yanaşı yazırıq. Olacaq 25 vurulsun, 5 üstü mənfi 1, 5 də 1 deməkdir. Vurmanı biraz pis yazdım. Vurulsun, x-ları qoşa yazırıq, x üstü mənfi 4 vurulsun, x üstü 5, y-ləri yanaşı yazaq, y üstü mənfi 3. Onda burada 25 ilə 5 ixtisar gedər, 5 qalar. Əsaslar eyni olduğu üçün vurmada qüvvətlər toplanır, x üstü 1, y-ləri də vuranda qüvvətlər toplanır, 2 olur. 5xy kvadrat B variantı. M parametrinin hansı qiymətində tənliyin köklərindən biri 1 olar? Tənliyin köklərindən biri 1-dirsə, yəni biz x-ların yerinə 1 yazırıq. M vurulsun 1-in kvadratı, üstə gəl 3 vur 1, çıxılsın 3m, üstə 5 bərabərdir 0. Burada m alınır, m-dən 3m çıxanda mənfi 2m, 3 üstə 5 gələndə 8 bərabərdir 0, mənfi 2m bərabərdir mənfi 8, biz m-in qiymətini 4 tapırıq, D variantı. Tənliklər sistemindən x-y hasilini tap. Biz birinci tənliyi 4-ə, ikinci tənliyi 3-ə vurmaqla rahat y-ləri islah edə bilərik. Çünki biri mənfi, biri müsbət y-lər. Onda olacaq 20x çıxılsın 12y bərabərdir 44. İkinci tənliyi 3x, 9x plus 12y bərabərdir mənfi 15. Alt-alta toplasaq y-lər islah olur. Olur 29x bərabərdir. 44-dən 15 çıxanda 29, x-i tapırıq 1. Birinci tənlikdə x-in yerinə 1 yazsaq, yəni bax burada 5 1-in 5 çıxılsın 3y bərabərdir 11. Buradan 3y bərabər 11-dən 5 çıxsaq və yaxud 3y bərabər 5-dən 11 çıxarıq mənfi 6. Y olar mənfi 2. X var, y var. Hasilləri verir mənfi 2-ni. 34-cü sual. Bərabərsizlik əldə etmək üçün mötərizələr açılmalıdır. Alınır 8x çıxılsın 16 böyükdür 3x plus 24. X-ları bir tərəfə yığsaq alınır 5x. Mənfi 16-nı sağa atanda 24 üstə 16 40 olar. X böyükdür 8. Yəni cavabımız 8-dən müsbət sonsuzluğa 8 daxil deyil. 35. Katetləri 24 olan düzbucaqlı üçbucağın xaricinə çəkilən çevrənin radiusu. Düzbucaqlı üçbucağın xaricinə çəkilən çevrənin radiusu hipotenuzun yarısına bərabərdir. Bizdə katetləri 24 və 10, hipotenuzda S olsun. Pifagor teoremi ilə biz bunu hipotenuzun tapa bilərik. Olar 576 üstə 100 676 eləyir. Bundan da kök 26 çıxır. Yəni hipotenuz 26-dırsa 26-nı 2-yə bölürük. Cavabımız 13. C variantı. 36-cı sual. BC çevrənin diametrini görürük. AL toxunandır. LCA 20 dərəcə verilib. Bura 20 dərəcədir. LAC-ni soruşur. Bax bu rənglədiyim X bucağın bizdən soruşur. Biz nə edirik? Burada bir qaydamız var. Ondan istifadə edə bilərik. Toxunanla kəsən arasında bir bucaq qaydamız var. Əgər kəsən mərkəzdən keçərsə, onda gördüyümüz LAC bucağı ilə LB qövsünün cəmi 90 dərəcə olacaq. Belə deyirəm, bu bucaqla, bu X bucağı ilə LB qövsü ki görürük burada, bunun cəmi 90 dərəcəni bizə verəcək. Əgər bunu tam uzatsaydıq, ikinci toxunanı çəksəydik, burada yaranan bütöv bucaqla bu bütöv qövsünün cəmi 180 dərəcə olardı. 20 dərəcəli bucaq daxilə çəkilmiş bucaq olduğu üçün söykəndi LB və yaxud BL qövsü 40 dərəcə olacaq. Çünki daxilə çəkilmiş bucaq söykəndi qövsünün yarısıdır. Və buradan da alınır ki, x plus 40 bərabərdir 90, x bərabərdir 50 dərəcə. D variantı. 2 rəqəmli AB ədədi üçün belə bir bərabərlik var. Biz bilirik ki, bu 10A üstə gəl B deməkdir. Bərabər 3A üstə 5B. A-lar bir tərəfə yığılsa 7A bərabərdir 4B alınır. Söhbət burada rəqəmlərdən gedir. A və B rəqəmlərdir. Bu şərti ödəyən rəqəmlər yalnız A 4 olanda, B 7 olanda mümkündür. Bunların da cəmi 11-dir. Çünki 7 ilə 4 qarşılıqlı saat ədədlərdir. Bu şərti ödəyən rəqəm deyirəm, ədəd yox. Rəqəmlər 4 və 7-dir. Ədəd 4, 7, 9 nisbətində 3 hissəyə bölünür. Böyük hissə bu ədədin neçə faizidir? Böyük hissə 9-dur. Bütövlükdə ədədimiz isə bunları toplasaq 4, 7, 11, 11 ödə 9, 20 vurulsun 100%. 100-ü 20-yə bölsək 5, 5 9-un 45% olacaq B variantı. Növbəti, kəsişməsi boş olmayan A və B çoxluqları üçün. Deməli, kəsişməsi boş çoxluq
boş olmayan. Yəni bunlar kəsişirlər. A çoxluğu, B çoxluğu. A elementinin, A çoxluğunun elementlər sayı 18-dir. A ilə B-nin fərqinin, yəni bu rənglədiyim hissənin ən çox neçə element ola bilər? Yəni bu rənglədiyim hissənin ən çox element olması üçün kəsişmənin ən az sayda element olmalıdır və kəsişmədə də ən az sayda bir element ola bilər. 18-dən də 1 çıxırıq. Doğru cavab 17. 40-cı sual. ABC üçbucağında AD tən böləndir. Tən bölən bilirik, bucağı yarıya bölür. AB 16-dır. BD 10'dur. AC, üzr istəyirəm, səhv yazdım. AB 16'dır. Burada AC 6,4'dür. CD'ni soruşur. Tən bölən xassəsi bizdə belə idi. 6,4'ün x-a nisbəti, 16'nın 10'a nisbəti. Çarpaz vursaq 16x bərabər 64. X-i buradan 4 tapırıq. C variantı. 41-ci sual. Çevrə xaricinə çəkilmiş bu gördüyümüz dördbucaqlının perimetri. Perimetri bizə verib 40. MN 12'dir. Bizdən K-ili soruşur. Biz bilirik ki, dördbucaqlının daxilinə çevrə çəkilibsə, qarşı tərəflərin cəmi bərabər olmalı. Biz bilirik ki, yenə deyirəm, dördbucaqlının daxilinə çevrə çəkilibsə, onun qarşı tərəflərin cəmi bərabər olmalıdır. Qarşı tərəflərə AB yazsaq, belə bir qaydamız var. A plus B bərabərdir. X üstə gəl 12. Yəni, perimetri tapmaq üçün elə 2 vurulsun x plus 12 yaza bilərik. Çünki qarşı tərəflərin cəmi bərabərdir. Buradan x plus 12 bərabərdir 20 alınır. X-i tapıram 8. Yəni, Y variantı. Kərim birinci gün kitabın, deməli, birinci gün kitabın oxuyur 30%-ni, ikinci gün 1/4-ni. Bax, bu 1/4, 1/4-i biz 100-ə vursaq, faizə çevirmək üçün. Bu 25% deməkdir də. İkinci gün 25%-ni oxuyub. Üçüncü gün isə qalan səhifələrin, gərək qalan səhifə nə qədərdir? 30, 25, 55 səhifə oxuyub. Deməli, qalan nə qədər olacaq? Ümumi 100%-dən biz 55%-i çıxsaq, yerdə qalar 45%. 45-in 3/1-in oxuyub. 45-in 3/1-i də 15% deməkdir. 15%-ində 3-cü gün oxuyub. Kərim 3 gün ərzində kitabın hansı hissəsini oxuyub? Bunları toplasaq, 30, 25, 15. 25, 15, 40, o da 30, 70. 70%-in oxuyub. Bu da %70 deməkdir. İxtisar gedir 10/7. D variantı. Növbəti bərabərsizliyi həll etmək lazımdır. Bu sadə bərabərsizlikdir. Burada nə edə bilərik? Biz 2a kvadrat böyük bərabər. Müsbət 6-nı bərabərliyin sağına atsaq -6 olar. Burada A haqqında nə deyə bilərik? A-ya biz mənfi ədəddə versək, kvadratı müsbət olacaq. O -6-dan böyükdür. 0 da versək, kvadratı 0-dır. Yenə -6-dan böyük bərabərdir. Mənfi ədəddə versək, müsbət ədəddə versək, yəni kvadrat həmişə müsbətdir və o -6-dan böyükdür. Qısacası A istənilən qiyməti ala bilər. C variantı. 44-cü sual. Tənliklər sisteminin həlli 2, 3 cütüdür. Yəni birinci yazılan x-i göstərir, ikinci yazılan y-i. 2 x-dır, 3 y-dir. Onda olacaq 2a, yəni bu x-in harada x var yerinə 2, y var yerinə 3 yazırıq. Üstə gəl 3b bərabərdir 8. Növbəti, burada yer dəyişmə edək. A-nın, y-in qiyməti bizdə 3-dür. Yazıram 3a üstə gəl 2b bərabərdir 12. Tənliklər sistemindən A plus B-ni soruşur. Bunu sadə şəkildə necə işləyə bilərik uşaqlar? Alt-alta toplasaq məsələmiz həll olunar. 2A ilə 3A-nı toplayarıq 5A, 3B ilə 2B-ni toplayarıq 5B bərabərdir 20. Hər tərəfini 5-ə bölsək A plus B-ni 4 tapmış olarıq. Növbəti 45-ci sual. Bu ifadədə nə edək? 3 üstün -4 olduğu kimi saxlayırıq. İkincidə qüvvətlərin hasilini tapırıq. Olur 3 üstü 14 vurulsun. 4 burada gördüyümüz 4 2-nin kvadratıdır. Əlavə olaraq qüvvətində 16 olduğu üçün bu olur 2 üstü 32. Sonra məxrəcdə 27 görürük. 27 3-ün kubudur, amma qüvvətində bir dənə də kub var, olur 3 üstü 9. Vurulsun 8 2-nin kubudur, qüvvətində 10 var, olur 2 üstü 30 bərabərdir. Surətdəki 3-lərin qüvvətləri vurmada toplanır. Olur 3 üstü 10 vur 2 üstü 32. Məxrəcdə də 3 üstü 9 vur 2 üstü 30. Kəsr xətti biz bilirik bölmədir. Bölmədə qüvvətlər çıxılır. Əgər əsaslar eynidirsə.
olur 3 üstü 1, ondan 9 çıxanda 1. Burada da 32-dən 30 çıxanda olur 2. Bu da bizə verir 12. 2-nin kvadratı 4, 4 üçün 12. Növbəti 46-cı sual. Biz burada nə edə bilərik? Əvvəlcə ixtiyarımız var ki, əkobda da, əbobda da ortaq vuruğu mötərizə xaricində çıxaraq. Yəni bunların 400-lə 720-nin ortaq vuruğu elə 40-ın özüdür. 40-ı biz 80 biz 400'ü 80 vur 5, 720'ni 80 vur 9 kimi yaza bilərik. Yəni ortaq vuruq 80-i mötərizə xaricinə çıxarsaq, yerdə qalar əkob 5 ilə 9. Məxrəcdə də eyni şey. 80-i əbobun xaricinə çıxarsaq, yerdə qalar 5 ilə 9 bərabərdir. 80-lər ixtisar gedir. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərdə 5 ilə 9, onların əkobu elə 5 vur 9-dur. Əbobları isə 1-ə bərabərdir. Doğru cavab 45. Başqa üsulu da var. Nə edə bilərik? 400 və 720-ni sadə vuruqlara ayırıb, ortaqları silib, ortaq olmayan sadə vuruqların hasilini tapa bilərik. Çünki ümumilikdə əkob böl əbob bizə S-ni verirdi. Ortaq olmayan sadə vuruqların hasilini. Növbəti suala baxaq. Nə edirik burada? 5 üstəgəl 2-də 1-in məxrəcində biz yəni bu 2-ni 1 vur 2 kimi düşünsək, 6-nı 2 vur 3 kimi, 12-ni 3 vur 4 kimi, 20-ni isə 4 vur 5 kimi düşünsək, yəni bu artıq bizə məlumdur. Məncə 5 üstəgəl aralardakı fərq 1 olduğu üçün hazır qaydası var. Birincini sonuncuya vurub məxrəcdə yazırıq, surətləri də toplayıb yazırıq. Amma biz bunu belə eləyək, ayırma üsulu ilə. Birinci kəsiri biz 1 çıxılsın 2-də 1 yaza bilərik. İkinci kəsiri 2-də 1 çıx 3-də 1. Üçüncü kəsiri 3-də 1 çıx 4-də 1 və nəhayət o birinin 4-də 1 çıxılsın 5-də 1 şəklində. Burada islahlar aparsaq, yerdə qalar 5 üstə 1 6. 6-dan da çıxırıq 5-də 1 0,2 deməkdir. Bizə verir 5,8-i. Növbəti ifadəsi ən kiçik sadə ədədin kubundan yazıram 5x-19 böl 9. Deyir ki, ifadəsi ən kiçik sadə ədədin, ən kiçik sadə ədəd 2-dir. Kubundan bir vahid böyükdür. Deməli biz yazacağıq ki, bu kəsir bərabərdir. Ən kiçik sadə ədədin kubundan bir vahid böyükdür. Yəni həmin ən kiçik sadə ədədin kubunun üzərinə 1 gəlsək, bu ifadəni almış olarıq. Bu olur 8 üstə 1 9, yəni 5x-19 bərabərdir. 9-u 9-a çarpaz vursak 81. 5x bərabərdir 100, x-imiz oldu 20. Növbəti sual. 400 qram 20% şəkər məhlulundan neçə qram su buxarlandırmaq lazımdır ki, bunu tənasüb yolu ilə işləyə bilərik. 400 qrama 20% uyğundursa, buxarlanıbsa bizim məhlulumuz 400 qramdır. Buradan x qədər məhlul, yəni su çıxırsa, yerdə qalır 400 çıxılsın x qram. Və bunun faizi 25%-dir. Tənasüblə də etmək olar, düsturu ilə də etmək olar, fərqi yoxdur. Mən belə yazdım. Bura diqqət etsək, kütlədə azalma baş verib, faizdə artma baş verib. Onda tərs mütənasib kəmiyyətlərdir. Biz bunu üzbəüz vurmaqla həll edə bilərik. Bərabərdir 400 vurulsun 20. Burada ixtisar aparsaq, burada qalır 16. Belə olur da. 4 vur 100 kimi yazsaq, 4, aha. Bu da 400 çıxılsın x bərabərdir 320, x-imiz 80 imiş. Növbəti sual, bərabərsizliyin həll etməliyik. Modul bərabərsi həll etdikdə bir dəfə modulun içərisi kiçikdir 41, bir dəfə modulun içərisi böyükdür mənfi 41. Burada olur 3x kiçikdir, deməli 52, x kiçikdir 14, üzr istəyirəm, olur 52, 14 yox. 52-ni 3-ə bölsək, bir dəqiqə, 52-ni bölək 3-ə olur neçə? 1 üçün 3, 17 tam 3-də 1, 17 tam 3-də 1 belə olur da. Növbəti bərabərsi əldə etsək, olur 3x böyükdür mənfi 41 üstə 11 mənfi 30, x böyükdür mənfi 10. Mənfi 41 üstə 11 gələndə mənfi 30, 3-ə böləndə mənfi 10. Aha, ədə doxunu çəksək, mənfi 10 boş, 17 tam 3-də 1 boş. 17 tam 3-də 1-dən kiçiklər,
-10-dan böylər. Biz bilirik ki, moduldan sonra kiçik işarəsi gəlirsə bu bərabərsizlər sistemidir. Bura kəsişmə tapırıq. Cavab -10-dan 17/3-1-ə qədərdir. Bizdən ən kiçik tam həlli ilə ən böyük tam həllinin cəmini soruşur. Ən kiçik tam həll burada -9-dur. Ən böyük tam həll 17-dir. Bunların da cəmi 8. 51. İfadəsinin natural ədəd olması üçün A-nın ala biləcəyi tam qiymətlərin sayını tap. Deməli, biz burada nə edəyik? 4A üstəgəl 19 bölünsün A üstəgəl 4. Biz kəsirin surətində bir dənə məxrəcdən yaradaq. Yəni, biz bu kəsirin surətində A plus 4 yaratmaq üçün əvvəlcə bunu 4A plus 16 şəklində yazaq. Çünki bu yuxarıda A-nın əmsalı 4-dür, aşağıda isə 1-dir. Elə bil aşağıdakı ifadəni 4-ə vursaq, 4A plus 16 alınar, üzərinə də 3 gəlsə 19 eləyər. Kəsirin surətindən 4-ü mötərizə xaricinə çıxarsaq qalar A plus 4 üstəgəl 3 bölünsün A üstəgəl 4. Ayrı-ayrı kəsrlərdə yazsaq, A plus 4 ixtisar gedər, qalar 4 üstəgəl 3 bölünsün A plus 4. Belə bir ifadə. Bunun natural ədəd olması üçün A-nın ala biləcəyi tam qiymətlərin sayı. Tam qiymətlər, yəni 3-ün tam bölənlərini əvvəl tapaq. 3-ün tam bölənləri nələrdir? A plus 4 1 ola bilər. A plus 4 1 olsa, buradan bir dəqiqə A alınır -3. Yəni A plus 4 1 olarsa, 3-ü 1-ə böləndə 3 olar. Bir də baxaq, A plus 4 1 olsa, yəni 3-ün tam bölənləri nələr? Əvvəl kənarda yazaq, 1-ə bölünür, 3-ə bölünür. -1-ə bölünür, -3-ə bölünür də 3. 3-ü 1-ə bölsək 3, 4 üstü 3 gələndə 7 olar. Bu ifadəsinin qiyməti natural ədəddir, doğrudur, A da tam ədəddir. Sonra A plus 4-ü biz 3-ə bərabər etsək, 3-ü 3-ə bölsək 1, 4 üstə 1 gələndə 5. Bu da tam ədəddir, A tam ədəddir və qiyməti naturaldır. Sonra A plus 4 -1 ola bilər, 3-ü -1-ə böləndə -3, 4-dən 3 çıxanda 1, bəli, bu da natural ədəddir. Bir də A plus 4 -3 ola bilər. 3-ü -3-ə böləndə -1, 4-dən də 1 çıxanda olar 3. Bu da natural ədəddir. Deməli, natural ədəd olması üçün ifadələr natural ədəddir gördük. Həmin vaxtda A-nın tam qiymətlərinin sayıdakı A da tam ədədlər oldu da 4 dənə tam qiymətində. Növbəti sualda çarpaz vursaq burada alınar 4A üstəgəl 4B bərabərdir 2A üstəgəl 3B. A-ları bir tərəfə yıxsaq 2A, B-ləri bir tərəfə yıxsaq -B. Deməli, 4A üstə 4B bərabər 2A plus 3B. 2A bərabəri -B alındı. İndi harada B var, yerinə -2 yazaq. Olar 5A kvadrat üstəgəl 4 vurulsun. Bax, bu B-nin kvadratı -2A-nın kvadratı da olur 4A kvadrat. Bölünsün A kvadrat çıxılsın 3A vurulsun. Bu B-nin yerinə -2A yazıram. Surətdə 4 4-ün 16, 16 üstə 5 gələndə 21A kvadrat. Məxrəcdə 1A kvadrat üstə 6A kvadrat olur, 7A kvadrat. A kvadratlar ixtisar gedir, doğru cavabımız 3. Ana ilə qızının yaşları cəmi 60-dır. Deməli, bu ana, bu da qız. Müxtəlif dövrlərdən söhbət gedir burada. Yaşları cəmi 60-dır. Yəni, birinin yaşı, ananın yaşı x-dırsa, qızın yaşı 60 minus x olar. Ananın 5 il əvvəlki yaşı. 5 il dala qaydırıqsa, ananın yaşı x minus 5-dir. Həmin vaxtda qızın yaşı 60 minus x-dan da 5 çıxanda olar 55 minus x. Bir ananın 5 il əvvəlki yaşı, yəni x minus 5. Qızının 5 il sonraki, bir dəqiqə buraya ehtiyac yox idi. Qızın 5 il sonraki yaşı 60 minus x-in üstünə 5 gələndə olar 65 minus x. Deməli, bir də baxaq, ananın 5 il əvvəlki yaşı, yəni bax bu, qızının 5 il sonraki, yəni bax bu, yaşdan 2 dəfə çoxdur. 2 vurulsun 65 minus x. Buradan alınan x minus 5 bərabərdir 130 çıxılsın 2x. 3x bərabərdir 135, x bərabər 45 alınır. Deyir ki, qızın indiki yaşını tap. Qızın indiki yaşı 60 minus x olduğu üçün 60-dan 45 çıxarıq, 15 olar.
Növbəti sual. Deməli, bu tənliyi həll etmək üçün birinci kökün dərəcəsi 2 olduğu üçün hər tərəfin kvadrata yüksəldək. Kvadratla kök gedir, alınır 14 üstə gəl. 5-ci dərəcədən 2x kvadrat plus 14 bərabərdir 16. Biz bu kökü tapmaq istəyiriksə 16-dan 14 çıxırıq, alınır 2. Hər tərəfin 5-ci dərəcədən qüvvətə yüksəltsək, 5-ci dərəcədən alınan 2x kvadrat plus 14 bərabərdir 32. Buradan da 2x kvadrat bərabərdir 18. X kvadrat bərabərdir 9. X bərabər müsbət mənfi 3. Yəni müsbət mənfi olmasının bir qorxusu yoxdur. Doğru cavab müsbət mənfi 3-dür. Yazı tipli sualdır. 55-ci sual. Oturacağı 10 bərabər yanlış bucaqdan söhbət gedir. Oturacağı 10, yan tərəfi 13 olan bərabər yanlış bucağın medianlarının kəsişmə nöqtələrindən, medianların kəsişmə nöqtəsi tutaq ki, buradır. Oturacağa qədər məsafəni bizdən soruşur. Bax, bu x-i bizdən soruşur. Biz buradan nəyi bilək? Bərabər yanlı üçbucaqda medianların kəsişmə nöqtəsi oturacağa çəkilən hündürlüyün üzərindədir. Oturacağa çəkilən hündürlüyün üzərindədir. Yəni bunları silirəm artıq. Bunlara ehtiyac olmadı. Aydındır. Biz bildik ki, bərabər yanlı üçbucaqda medianların kəsişmə nöqtəsi oturacağa çəkilən hündürlüyün üzərindədir. Yəni bax budur. Və bilirik ki, oturacağa çəkilən hündürlük həm də mediandır. Yəni oturacağı yarıya bölür. 5-5. Hündürlüyü h ilə işarə eləsək, Pifaqor teoreminə görə biz 13-ün kvadratından 5-in kvadratını çıxsaq 144 alınır, ondan da 12 çıxar. Və bu nöqtə medianların kəsişmə nöqtəsidirsə, medianların kəsişmə nöqtəsində belə bir xassəmiz var, 2/1 nisbəti. Bu medianların kəsişmə nöqtəsindən oturacağa qədər məsafəyə x demişiksə, onda bunun əvvəli 2x olur. 2/1 nisbəti odur. Təpədən başlayaraq 2/1 nisbətində ayrılır. Onda ümumilikdə 3x bərabərdir 12. 2x, bu da x oldu 3x. Ümumilikdə hündürlüyü 12 tapdıq. X bərabərdir 4 alınır. Bu da 55-ci sual idi. Sağ olun.